Çərşənbələrdə Novruz süfrəsində hazırlaya biləcəyiniz bir şirniyyat resepti paylaşıram. İçərisindəki ərzaqlar hər evdə olan asanlıqla tapıla bilən ərzaqlardır. Ərzaqları qarışdırdıqdan sonra xəmirin yoğrulmasına keçirəm. Apardığı qədər un əlavə edib orta sərtlikdə xəmiri yoğururam. Xəmiri 2 hissəyə ayırıram. Ayırdığım hissələrdən birini çox da nazik olmayacaq şəkildə yaya bildiyim qədər böyük yayıram. İçdiyi üçün zövqə görə qoz fındıq ləpəsindən də istifadə edə bilərsiniz. Mən darçın və şəkər tozu qarışımından istifadə etdim. Bunun da dəqiq ölçüsünü açıqlama bölməsində qeyd edəcəm. Bundan sonra xəmiri rulet formasında büküb çəpinə kəsirəm. Bundan sonra yağlanmış soba listinə yığıb üzərinə yumurta sarısı çəkirəm və 200 dərəcədə alt-üst rejimdə qızdırılmış sobada altı və üstü qızarana kimi bişirirəm. Əgər çox şirin sevmirsinizsə bu resept tam sizə görədir. Çünki həddindən artıq şirin deyil, çox yüngül şirniyyatdır. Mütləq siz də elə indi qalxıb axşama hazırlayın. Bugünkü yer çərşənbəsi münasibəti ilə isə hər birinizi təbrik edirəm. Qoy bu çərşənbə bütün dərdinizi, problemlərinizi yer kimi sovurub özü ilə aparsın. Süfrəniz bol, ocağınız gür, ruhunuz hər zaman gənc qalsın. Hər gününüz bayram əhval-ruhiyyəsində keçsin. Daha maraqlı reseptlər üçün isə izləmədə qalın. Hələlik.